Galaxy Z Fold 7 heç bir ay deyil ki təqdim olunub və artıq fanatları interneti dağıdır. Görəsən nə olub? iPhone 16 Pro Max-dan 2 dəfə baha olan bu smartfon Müştərilər narazıdır, şirkət isə susur. Cəmi bir ay əvvəl Samsung öz mühəndislik həllərinin zirvəsi kimi Galaxy Z Fold 7-ni təqdim etdi. Yüngül, nazik və bahalı qatlanan smartfon. Şirkət premium segmentində liderliyi gücləndirməli idi. Bununla belə smartfon sahibləri gözlənilməz problemlərlə üzləşib. Smartfon korpusunda hətta ehtiyatlı istifadə etdikdə belə cızıqlar peyda olur. Qüsurların fotoları sosial şəbəkələrdə sürətlə yayıldı və müzakirələr problemin demək olar ki, bütün rənglərində təsir etdiyini göstərir. Maraqlıdır ki, oxşar vəziyyət Galaxy Z Fold 6-da da artıq yaranmışdı. Daha sonra şirkət bu problemin səbəbini zaryadkada cihazların istifadə zamanı cəryanın təsiri ilə izah etdi. Amma indi istifadəçilər iddia edir ki, hətta orijinal Samsung aksesuarları ilə enerji doldurarkən belə qüsurlar baş verir və bu əvvəlki versiyanı şübhə altına alır. Anodlaşdırılmış örtüyün keyfiyyəti və ya rənglənmə prosesi ilə bağlı getdikcə daha çox suallar yaranır. Hələ ki Samsungdan rəsmi cavab yoxdur və xidmət mərkəzləri ilə əlaqə saxlamağın da mənası yoxdur. Qiyməti 2000 dollardan çox olan smartfonlar üçün bu cür kosmetik problemlər sadəcə olaraq qəbul edilməzdir. Xüsusilə nəzərə alsaq ki, qatlanan devicelər bazarında rəqiblər öz mövqelərini fəal şəkildə möhkəmləndirir. Bax bunu mən anlaya bilmirəm. Heç anlaya bilmirəm. Bax Samsung, sən bu qədər bahalı smartfon təqdim eləyirsən. Əlbəttə ki, bu smartfonu alanlar da var. Amma ki, baha olmasına baxmayaraq bütün materiallarda, rənglərdə artıq simiclik eləyirsən. Niyə görə də? Niyə görə bunu eləməlisən? Bax, bahalı smartfondur, qəbulumdur. Baha texnologiya ilə ərsəyə gələn bir smartfondur, bahada satmalısan. Qəbul eləyirəm. Amma nəyə görə sən belə bahalı smartfonun qəbrini öz əlinlə qazırsan? Mənə cavab verə bilərsən, ay Samsung. Amma 100% bilirəm ki, Samsung nə fanatlarına, nə də blogerlərə cavab verməyi öyrənməyib. Ona görə də elə Samsungun dilində desək, olan budur. Alırsan al, almırsan heç alma.